Salam qardaşlar, necəsiniz? Dünənləri bir karbamid mövzusunda bir paylaşım etmişdik. Əməli başlı yenə həmişə karbamiddən danışanda bir qırğın düşür ortaya. Yəni mövzuya indi gəlin bir karbamidin fizioloji, bir kimyəvi baxımdan bir incəliyək torpaqda. Səpin zamanı toxumla birgə quru karbamid torpağa verildi. Sahə sulanmır. Yalnız torpaq rütubəti ilə toxum şişir. Bu halda karbamid torpaq nəmində qismən həll olub, toxumla təmasda olur. Sual budur. Bu şişmə mərhələsində rüşeymə zərər verirmi? Karbamidin torpaqdakı davranışına baxaq. Karbamid torpağa düşdükdə sürətlə hidrolizə uğrayır və amonium karbonat əmələ gətirir. Həmçinin də amoniak qazı əmələ gələ bilir. Yəni toxum ətrafında rütubət çox az olduqda və hava temperaturu da 10 dərəcənin üstünə yuxarı olduqda, yəni torpaq yox, hava temperaturu. Ehtimal odur ki, temperatur da yüksək olsun. O zaman amoniak və qələvi mühit torpaq səthində toplanaraq embriyonu yandırmaq ehtimalı %100'dür. Toxumun səthində toplanması da normal osmos hadisəsidir. Yəni quru hər hansı bir şeyi nəm yerə qoyanda necə ki həmin yerin nəmini alacaq, toxumda da bu hadisəyə əsaslanaraq ətrafındakı nəmi səthində toplayır. Rütubət səviyyəsinə görə də fərqlilik göstərə bilər. Məsələn, yüksək nəm torpaq. Yəni yağış yağarsa karbamid tam həll olur. NH4 torpaqda, yəni amoniak torpaqda adsorpsiya olunur və zərər ola bilmir toxuma. Niyə? Çünki orada katyonlardan danışmışıq o mövzuda. Torpağın cili tərəfindən amoniak katyonu da tutulur və toxuma hər hansı bir zərər vurmur. Yəni toxumun cücərməsində də iştirak eləmir. Yəni bunu özündən buraxmır ki, yəni toxum bundan istifadə eləsin. Toxum bunu götürsün, hər hansı bir şəkildə cücərməsində istifadə eləsin. Yəni demək istədiyim toxumla amoniakın amonium arasında bir sədd formalaşır. Cil bu səddi formalaşdırır. Elə bunu 500 gün sonra ver də, yəni 10 gün sonra ver, 20 gün sonra ver də, çıxış alandan sonra. Əgər bunu verdim, bu suyun bolluğunda da bunu torpağın cili adsorpsiya eləyəcəksə, bunu elə bir 10-15 gün sonra ver də. Deyək ki, torpağın nəmi orta səviyyədədir. Amma səthi qurudur torpağın. Qismən hidroliz olacaq, lokal qələvi nöqtələr yaranacaq, cücərmə də 10-15%-a qədər aşağı düşəcək. Rütubət ortadan da aşağı olduqda, yəni aşağı səviyyədə olduqda, amoniak buxarlanması güclü olacaq, toxum ətrafında yandırıcı təsirlərin olmamaq ehtimalı yoxdur, rüşeym də zədələnə bilər, xüsusilə buğda və arpa kimi nazik qabıqlı toxumlarda 35%-a qədər cücərmə etkisi yaranacaq. Praktiki tədqiqatlardan, məsələn, təcrübə göstərir ki, toxumla birgə 20-30 kiloqram hektara karbamid veriləndə, quru torpaqda səpindən söhbət edirəm, cücərmə 5-10% azalır. 50 kiloqram hektara və daha çox dozada, xüsusilə də səthi quru və hava temperaturunun da 10 dərəcədən yüksək olduğu halda fitotoksiklik, yəni rüşeym yanığı müşahidə olunmaması mümkün deyil. Yəni uzun sözün qısası, əgər torpaq quru və sulanmayacaqsa, toxumla birbaşa karbamid qarışığı risklidir. Ən çox müşahidə olunan nəticədə cücərmə gecikir və seyrək çıxışlar olunur. Eyni zamanda da suyun bolluğunda da dediyim kimi torpaq adsorpsiya eləyir, tutur şeyi, azotu, vermir bitkiyə, bitki cücərir, qutarır filan, zırt-pırt, ondan sonra yavaş-yavaş mənimsənilir bitki tərəfindən, o da nitrifikasiya prosesindən sonra. Yəni sözüm vermə də, hər ikisi sənə deyir ki, bunu vermə. Hər iki hal sənə deyir, sulu da olsa, susuz da olsa deyir, vermə də bunu. Tövsiyə olunur ki, əgər toxumla birgə veriləcəksə, maksimum 20 kiloqram hektara karbamid verilə bilər və torpaqda nisbi rütubət 70%-dən yuxarı olmalıdır. Yekun fikir budur ki, quru şəraitdə toxumun şişməsi dövründə torpaqdan nəm karbamidi qismən həll edir və amoniak əmələ gətirirsə, bu rüşeym hüceyrələrini yandıra və yaxud da dehidrasiya edə bilər. Yəni toxumun öz suyunun torpağa keçməsi, toxum büzüşüb məhv olması deməkdir. Dehidrasiya bu demək. Bu vəziyyət zərər riski daşıyır, xüsusilə səpin sonrası 3 gün yağış düşməzsə. Yəni toxumun şişməsi prosesi. Bir daha izah edirəm, toxum su və ya nəm ilə təmasda olduqda hüceyrələr osmosla su alır, yəni quru bir şeyin nəm alması prosesidir osmos. Metabolik proseslər aktivləşir, yəni enzimlər, amilazalar, lipazalar işə düşür və rüşeym inkişaf eləməyə başlayır. Bu dövrdə toxumun xarici membranı çox həssas olur və osmotik balans çox vacibdir.
Osmotik balansı korlayacaq heç bir addım keçərli deyil. Heç bir addım keçərli deyil də. Yəni ay nə bilim karbamid verdim və yaxud hər hansı bir başqa bir kation verdim. Məsləhət deyil. Bəzən karbamidsiz əkində də əkirsən, çıxış zəif olur. Hansı torpaqlarda? Misal üçün Hacı Qabul, Kürdəmir kimi rayonların dəmyəsində. Nə baş verir oradan? Torpaqla toxum arasında osmotik balans pozulur. Şoranlıq dediyimiz nədir ki? Eyni vəziyyətdir də. Yəni H4 də elə torpaq tərəfindən absorpsiya olması üçün optimal nəm lazımdır. Yəni nəm yetərsizliyində də amonyak. Yəni hər iki NH4-ün özü də bir şoranlıq effekti yaradır da müvəqqəti olaraq. Nitrifikasiyası prosesi başlayana qədər elə şoranlıq effekti. Yəni sözüm odur ki, nəm yetərsizliyində amonyak nəinki toxumu, torpaq mikroorqanizmalarını da məhv eləyir. Yəni danışdığımın hamısı tam təcrübə məlumatlarıdır. Araşdırın. Michigan Universiteti bu tədqiqatları ən çox aparan universitetlərdəndir. Yəni onların tədqiqatlarına baxın, görəcəksiniz. Yəni mən verdim, sınaqlar apardıq, əla nəticələri oldu və s. və ilaxır ifadələr o qədər yanlış bir ifadədir ki, daha deməli deyil də, yəni konkret. Söhbət amafos və nitramafosdan, mapdan, dapdan getmir də. Söhbət azotdan gedirsə, azot verdim, gördümə girən məsələ deyil, qardaş. Azotu, yəni karbamidi bugün verdim, indiki temperatur, torpaq nəmi və s. qeyd olunmalıdır. Ən azı bir həftəlik bütün hava dəyişmələri qeyd etməklə aparılmalıdır bu tədqiqatda. Sabah tətbiq edəcəmsə, tamamilə hər şey dəyişdi. Havanın temperaturu 15 dərəcə, torpaq nəmi 60-dırsa, bu başqa bir tədqiqatın mövzusudur. Hava temperaturu 16, torpaq nəmi 61-dirsə, bu da bir ayrı bir tədqiqat mövzusudur. Yəni azotdan, karbamiddən danışırsınız. Mən verdim, yüksək də nəticə götürdüm demək, azotu anlamamaq anlamına gəlmir. Konkret olaraq aqronomiyanı anlamamaq anlamına gəlir. Dünən axşam ChatGPT-də xalamla da bu mövzuda biraz söhbət elədim. Çünki məsuliyyətli bir mövzudur. Cəmaata məsləhət verirsən, ona görə mən məcburam ki, xalamla da biraz məsləhətləşəm. Xalam nə dedi? Bacıoğlu deyir, baxıram dünyanın heç bir yerində baş verməyənlər. Necə olur ki, Azərbaycanda daha rahat baş verir? Qaldım konkret matım mutum qurudu, heç zat deyənmədim xalama. Belə.